Salam, xoş gördük sizləri. Mən Foreign Clinic şirkətinin supervisor vəzifəsində çalışan Məlahət Mustafayeva. Aloe məhsullarının tərkiblərindən çox danışmaq mümkündür, amma ən birinci olaraq, buna bizim ümumiyyətlə sarı qız deyirlər bizim şirkətimizdə. Bu məhsuldan sonra, bu gördüyünüz, gözlə gördüyünüz məhsullarımızın hamısı bundan sonra gələn məhsullardır. Necə? Yəni tərkib hissə ən birinci olaraq aloe məhsullarından olan tərkib hissə birinci bunlardadır. Bu aloe məhsullarının tərkibindən birinci olaraq, bu aloe vera geldən danışmaq istəyirəm ki, bu birinci sarı qız dediyimiz və həmin o aloe yaşıl dostumuz deyirlər. Yaşıl dostumuz olan aloe hansı tərkibləri bunda var, mən sizə açıqlayacağım. İlk növbədə birinci onu demək istəyirəm ki, insan orqanizmində belə deyim ki, zülallar mövcuddur və zülalların tərkibi də amil turşulardır. İndi mən bugün belə açıq görüntülər tərzdə desəm ki, bizim bu dəqiqə mədə bağırsaq fermentlərimiz və daxildəki sekresiya vəzlərinin ifraz elədiyi hormonların tərkibi zülaldır, yanılmaram. Və zülalların tərkibi isə amil turşulardır. İndi bir dənə söz deyəcəm, bir sirdir, amma maraqlı bir şeydir. Bizim bədənimizdə 22 amil turşusunun birləşməsində müəyyən bir hormonlar və fermentlər yaranır. Mən deyirəm, bizim bədənimizdəki 22 amil turşusunun 20'si isə bu sarımızdadır. Bu möhtəşəm bir açıqlamadır. Çünki təsəvvür edə bilərsinizmi ki, bizim bədənimizdəki olan bütün bizim idarə edən hormonlar, bizim qida sistemimizdə, maddə mübadiləsində bizi necə deyərlər, asimilyasiya edirlər, disimilyasiya edirlər, yəni bütün bu hissələri, bu proseslərin hamısında rol oynayanlar amil turşulardır. Mən yanılmaram, çünki o həmin amil turşuların bircə ciyi əgər çatışmasa, insan orqanizmində dəhşətli hadisələr baş verə bilər. Məsələn, hormonların tərkibi əgər zulallısa, zulallı tərkibi amil turşusursa, həmin o amil turşusunun çatışmamazlığında qanazlığa yaranır. Anemiya ondan yaranır. Və yaxud da ki, boy hormonunda, deyə bilərik ki, boy hormonunun çatışmamazlığı nəticəsində kardik boyluq görmüşsünüz yəqin, yəni çox balaca boyluq, lüzuput deyirlər arasında, amma belə bir nəhəng bir boyluqlarda, yəni onlar deyirlər, böyük bir bədən deyirlər, böyük bir, onlar hamısı hormonların çatışmamazlığı nəticəsində gəlir. Və yaxud da adi bir qalxma bənzər vəzinin tərkibindəki trioksin, TSH deyirlər onlara, o TSH hormonunun tərkibi də zülallıdır və onun tərkibi də amil turşusudur. Onların hamısının çatışmamazlığı bax, bu sarı qızın tərkibində var, adi bir şəkər xəstəlikləri. Mən burada necə ildir burada çalışıram və səhv eləmirəmsə Sevgi xanım burada, Qanət bəy, mən onu vurgulamaq istədim, bayağı yaddan çıxdı. Mən Sevgi xanım şəkər xəstəliyi, 500 citrlə gələn şəkər xəstəliyi 250 citr salmışdı. Nəyə görə? İnsulinin tərkibində selin və artıq lazım olan bir ingredientlər var ki, amil turşular var ki, bax burada var. Həmin o insulinin çatışmamazlığı nəticəsində bədəndəki olan artıq şəkərlər bədənə ifraz olunur və şəkər diabet xəstəliyi yaranır. Ona görə də deyirlər ki, bədəndəki amil turşuları elə bir ki, bədəndəki olan o minerallarımızın və bədəndəki olan o ingredientlərimizi sistemə salamıq maraqlıdır. Və biz bunu qəbul etməklə bütün bədənimizdəki olacaq bir qabarcıqdan birisi, hüceyrələrdəki olacaq bir dəyişikliklər hamısı 21 gün ərzində adaptasiya edir. İnsanlar var ki, qəbul edəndə deyirlər ki, bizdə nəsə bir problem yarandı, biz bunu qəbul edə bilmədik, nəsə təsir göstərmədi, təbii ki. Çünki bunlar təbiidirlər. Bunların qutuları da təbiidir. Torpaq atanda bunlar çürürlər, zahirlər. Çürürlər. Düşün bir şey yoxlar. Allah kimər olsun. Təbii ki, bəli. Və təbii ki, biz bədənimizdəki kimyasal dərmanları qidalanandan sonra biz gedib bundan istifadə etmək mümkün olmayacaq, təbii ki, təsir olmayacaq. Niyə? Çünki qaraciyər artıq o kimyasallaşır. Biz qaraciyərimizi ilk öncə bax bununla təmizləməliyik ki, sonra ondan sonra allergiyanı təmizləməliyik, ondan sonra polipləri müalicə eləməliyik, ondan sonra daxili orqanımızda şizofreniya xəstələri, hətta bax, o sizə deyim, şizofreniya xəstələri bunlarda istifadə edir, çox mühtəşəm bir bunların necə deyirlər. Belə açıq desəm, həkimlər də baxa bilər, bu tibbacılar da baxa bilər, yəni müəyyən bir sahəsində çalışan insanlar, mən özümdə biyoloqam deyə və açıq ürəklə danışıram. Çünki, bax, bu məhsullar ki var, bu məhsullar xüsusi ekspert olunmuş bir məhsullardır, ekspertizdən keçmiş məhsullardır, tərkibləri tanınmış məhsullardır. Təsəvvür ki, aloe şirəsinin, aloe tərkibi, biz hamımız aloe eşitmişik, otaqlarda aloe bitkiləri var,
Bir də onu demək istəyirəm ki, hər bir kəs onunla işləndən sonra gedib təsadüfən birdən aloe çəkib onun içərisindəki ləfini istifadə edirlər. O etliyə olmaz. Etliyə böyle deyil, qadağandır. Çünki otaqdakı aloe tərkibi ilə bizim bax bu Amerika şirkətindəki Forever Living şirkətinin əldə elədiyi aloe şirələrinin tərkiblərində yerinə gördüyünə fərq var. Niyə? Çünki orada otaq bitkisi olan aloe tərkibində aloe bir maddə var ki, o maddə ətrafdakı olan şüanı çəkib özünə götürür. Amma bunlar isə, bu məhsullar isə bu şirkət tərəfindən tərkibindəki aloe məhsulları, aloe maddəsinin belə deyim də, çıxarılması nəticəsində belə bir şeylər hazırlayırlar. Bundan sonra əmələ gəldi ki, belə üz kremlərində deyilən günəşə qarşı kremlər və yaxud da qoltuq altı məşhur bu antiperspirantdır. Nəinki bu antiperspirantdır, bu bir neçə müalicə və əhəmiyyətə malik olan bir mastikasiya xəstəliklərini əmələ gətirənlər, əmələ gəlmiş mastikasiya xəstəliklərini qarşısına ala biləcək, süd vəzlərinin problemləri həll edə biləcək bir məhsul. Yəni, bunda mən belə deyirlər, Krivagnon deyirlər, kofelə reklam eləyəndə, mən də deyirəm ki, Zesisvagnon. Yəni, 10 bir dənə hadisələr bir dənə bunun içində var. Yəni, bu mühtəşəm bir şeydir. Qoxunu götürür bədənindən, hətta bədəndəki olan müəyyən bir hissələrdə qara ləkələri hətta belə aparır. Çox mühtəşəm. Onların tərkiblərinin hamısında aloe var. Aloe, aloe'nin çıxarılmış formasıdır. Bax, bu şirkətin, Amerika şirkətinin gözünüzdə gördüyünüz bu məhsulların hamısının tərkiblərində aloe tərkiblidir və mən sizə desəm ki, bu şirkətdə patentli məhsullardır. Necə? 100 professor burada çalışır. Bu şirkətdə məhsulları ekspertizdən keçirmək